Siqaret çəkmə və spirtli içkilərin istifadəsi qadın sağlamlığına ciddi təhlükə törədir. Yəqin ki, bu sözləri çox eşitmisiniz və siz artıq bu sözlərə diqqət yetirmirsiniz. Əziz xanımlar, bu mövzu haqqında onu qeyd etmək istəyərdim ki, spirtli içkidən içdiyiniz hər qurtum, siqaret çəkən zaman istifadə etdiyiniz sizin orqanizminizə daxil olan hər tüstü sizi ana olmaq şansından bir o qədər də uzaqlaşdırır. Bu vərdişlər sizi təkcə ana olmaqdan deyil, həm də süd vəzi xərçəngi olma riskinizi də artırmış olur və həm süd vəzi xərçəngi riskini, həm də digər xərçəng növlərini, ağciyər xərçəngi, mədə-bağırsaq traktı xəstəliklərini və xərçəngi riskini dəfələrlə artırmış olur. Siz öz gözəlliyinizi, dərinizin təravətini və parıltısını tamamilə itirmiş olursunuz. Əziz xanımlar və bəylər, spirtli içki istifadəsindən və siqaret çəkmədən uzaq durun. Onlar sağlamlığa ziyanlıdır. Bir həkim kimi gündəlik praktikamda bu vərdişləri olan insanlarla rastlaşıram və hətta onlardan bəziləri olur ki, onlar əməliyyat olunurlar. Əməliyyat olan həm spirtli içki içən, siqaret çəkən, həm də spirtli içki və siqaretdən istifadə eləməyən pasiyentlərimin yaralarının sağalma müddəti arasında ciddi fərq olur və fəsadların yaranma riski də onlarda daha çox olur. Mən öz praktikamda bu əlamətləri çox görürəm və inanın ki, siz də bunu görsəz, həqiqətən də bu aludəçilikdən uzaq durarsınız. Sağlamlığınıza qarşı hər zaman diqqətli olun. Özünüzü sevin, dəyər verin. Çünki siz əzizləriniz və yaxınlarınız üçün əziz və dəyərlisiniz.